Bir nəfər deyir, yuxu gördüm, yatmışdım, yuxuda gördüm, qiyamət günüdür. Deyim, mən rahat gəldim, keçdim bütün mərhələləri. Siratdan eşitmişəm hədisdə ki, siratdan keçdin də cənnətdəsən. Mən də qürurla belə tez-tez gəldim, birdən gördüm, rahat suratdan keçdim, indi hazırlaşıram cənnətə girəcəm, birdən qabağımı kəstilər ki, 100 dənə savab təqdim eləməlisən ki, içəri gedəsən cənnətə. Danış görək, nə eləmişsən? Deyim, mən cavab verdim ki, 40 il mən həyat yoldaşıma güldən ağır söz demədim. 40 il yaşadıq, güldən ağır söz demədim. Dedilər ki, 3 savab. Dedim ki, özümü tanıyandan dünyamı dəyişənəcən, indi bura gələnəcən. Bir dəfə də sübh namazım qəzaya getmədi. Dedilər, 2 savab. Dedim ki, 3 dəfə Məşəddə olmuşam. 4 dəfə Kərbəlada olmuşam. Məsələn, 2 dəfə Həzdə olmuşam. Deyirlər, 5 savab. Dedim da mənim də deyim ki, cəhənnəmlisən. Mən 100 xalı yığmaq üçün mən gərək Nuhun ömrü qədər yaşayam. Məni burada dedilər ki, namaz qılmısan, böyük iş görməmsən. Allah vurur, daş, torpaq, heyvanlar da Allah ibadət edir, sən də onlara qoşulmuşsan. Böyük bir iş görməmsən. Xanımıva azı söz deməmsən, həyatı şirin eləmsən. Azı söz desəydin, günün qara olacaqdı, burada da cavab verəcəkdin. Deyib, bəs onda dedim, bəs mənə Allah bağışlamaz. Deyib, bağışlamaz deyəndə dedilər, bu başqa məsələ. Sən biraz çox qürurla gəldin, çox bərk gəldin, biz də deyək, qürurun tökülsün sənin ki, bir iş görməmsən. Bağışlanmaqdırsa başqa məsələ. Bağışlanmaqdırsa niyə bağışlanmaqdırsa?